İlham Əliyev müzəffər lider yox, müstəsna əxlaqsızdır. Artıq heç kimin şübhəsi yoxdur ki, ölkənin ən namussuz, ən əxlaqsız ailəsi elə məhz Əliyevlər ailəsidir. Bu ailə ölkəmizin üz qarasıdır. Artıq hamı bilir ki, İlham Əliyev gəlini Alyonanın əslində kim olduğunu bizdən gizlətmək istəyirdi. İndi isə öz gəlinini arvadı Mehriban'a oxşatmaqla başımızı qatır. Mən keçən videoda da sual eləmişdim ki, axı niyə bir kişi öz gəlinini, öz arvadını oxşatsın? Bu axı anormaldır. Bu axı pozğun bir fantaziyadır. O videodan sonra mənə çoxları sual verdi ki, Mehman, İlham necə bir əxlaqsız imiş? Odessadan naməlum bir qadını evinə gətirib və indi də onu öz arvadına oxşadır. Baxıb gördüm ki, insanlar İlham Əliyevin əxlaqsız çıxmağına təəccüblənirlər. Ay cəmaət, İlham Əliyev əvvəllər güya kim idi ki? Bəyəm o indiyə qədər qeyrət abidəsi olub? İlham Əliyev nəinki öz gəlini Alyonanın həyatını gizlətmək istəyib. O hətta öz balasını bizdən gizlədib. İlham Əliyev öz doğma qızından imtina edən adamdır. Arvadının qorxusundan öz uşağına sahib çıxa bilməyən bir kişidir. Gəlin yaddaşınızı təzələyim. Bu ölkədə heç kimə sir deyil ki, Leyla Əliyevanın güya uşaq evindən övladlığa götürdüyü Əminə Əliyeva elə məhz İlham Əliyevin qızıdır. Leyla Əliyeva isə bu qızın anası yox, doğma bacısıdır. Qızın həqiqi anası isə Azalın keçmiş sədri Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovadır. İlham Əliyev vaxtilə qızı Leyla Əliyevanın ən yaxın rəfiqəsi olan Cəmilə Əsgərovaya göz dikən, onunla yatıb duran bir pozğundur. Ucundan qulağından hamının bildiyi bu faktın təfərrüatlarını mən sizə danışacağım. Sual yarana bilər ki, niyə məhz Cahangir Əsgərov? İlham onun ailəsini hardan tanıyır? Qızını harda görüb? Məsələ budur ki, Cahangir Əsgərov bir zamanlar İlham Əliyevin xilaskarı olub. 90-cı illərdə həmin Cahangir Əsgərov Türkiyə Azal nümayəndəsinin rəhbəri idi. Və İlham Əliyev də o vaxtı xəbərimiz vardı. Uçurdu ora qumar oynamağa və Cahangir Əsgərov də bütün bunun nə qədər xərcləri var idi, qumar borçlarını bağlayırdı. Yəni bunların dostluğu, şərikliyi, hər bir şey 90-cı illərdən başlayır Mehman. Demək istəyirəm ki, bu kazino məsələsi ilə mənim heç bir əlaqəm olmayıb. Kazinoda oynamamışam və heç nə uduzmamışam. Bilirsiniz, bu qəribədir. Bu kazinoda bəzən olur ki, adam uduza da bilər, uda da bilər. Amma mənim haqqımda nədənsə həmişə uduzmuş. Köhnələrin yadında olar. İlham Əliyev dahi siyasətçi deyil, fərasətsiz bir qumarbazdır. O, 90-cı illərdə Türkiyədə nəişədən çəkib, araqdan vurub, qumarxanalarda kef edib. Xalqın milyonlarla vəsaitini qumarda uduzanda isə onun borclarını məhz Cahangir Əsgərov bağlayıb. Onu da qeyd edim ki, Cahangir Əsgərov 93-96-cı illərdə Azərbaycan Hava Yolları Dövlət Konserninin Türkiyə Respublikasında baş təmsilçisi vəzifəsində işləyib. 1996-cı ildə isə Azərbaycan Hava Yolları Dövlət Konserninin baş direktoru vəzifəsinə təyin edilib. Cahangir Əsgərov o vaxtlar Türkiyədə yaşayırdı. Dövlət büdcəsindən milyonlar oğurlayırdı və həmin pulları ilə İlhamın qumar xərclərini ödəyirdi. Cahangir Əsgərov İlhamın bütün zibil işlərini, verdiyi hoqqaları bilirdi. Çox gözəl bir vaxt idi. Biz onu yaşadıq. Bu tarixdir. O tarixi silmək heç vaxt mümkün olmayacaq. Əlqərəz, 2008-ci ildə İlham Əliyev köhnə dostu Cahangir Əsgərovu Azalın prezidenti təyin edir. Cahangirin qızı isə Leyla Əliyevanın yaxın rəfiqəsi olur. İlham Əliyevin necə baz oğlan olduğunu da hər kəs bilir. Yenə də köhnələrin yadında olar. İlhamın prezident olmazdan qabaq ləqəbi Playboy idi. İndi isə tarixi ardıcılıqlara nəzər yetirək. Rəsmi məlumatlara görə Əminə Əliyeva 2014-cü ilin aprelin 9-unda dünyaya gəlib. Buradan 9 ay əvvəl 2013-cü ilin yay aylarında İlham Əliyev hardasa keyfini çəkirdi. Bir yandan da 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərinə hazırlaşırdı. Əmin idi ki,
onsuz da bu seçkiləri də saxtalaşdırıb qalib olacaq. Ona görə də kefdən damaqdan qalmırdı. Doğma xalqıma minnətdaram. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da doğma xalqıma ləyaqətlə xidmət edəcəyəm. Atası hələ bilinməyən balaca qız Əminə Əliyeva 2014-cü ilin aprelin 9-u dünyaya gəlir. Güya valideynləri ondan imtina edirlər və qızı uşaq evinə yerləşdirirlər. 2015-ci ilin mayın 31-də Leyla Əliyeva öz Instagram səhifəsində rəsmən elan edir ki, əri Emin Ağalarovdan boşanır. Deyir ki, Eminlə dost qalmağı qərarı alır. Bundan 2 ay sonra 27 iyul 2015-ci ildə xəbər çıxır ki, Leyla Əliyeva valideynlərindən məhrum olan bir qız uşağını övladlığa götürüb. Leyla Əliyevanın sumka daşıyanı Anar Ələkbərov həmin gün müsahibəsində deyir ki, fondun vitse-prezidenti Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanıb və həmin körpəni övladlığa götürüb. Diqqətlə baxın, uşaq 2014-cü ildə doğulub, 2015-ci ildə isə rəsmi şəkildə övladlığa götürülüb. Bəs bu bir il içində nələr baş verib? Məsələ burasındadır ki, həmin o bir il ərzində Əliyevlər ailəsində qırğın düşmüşdü. Hər kəs bilirdi ki, İlham Əliyevin Cəmilədən uşağı olub. Qoca cadugar Mehriban Əliyeva isə bu xəbərdən özünə yer tapa bilmirdi. İlham Əliyev utanmaz onun burnunun dibində gənc və gözəl bir qadınla eşq yaşayıb, ciddi münasibət qurub, hələ üstəlik bala da çıxarıb. Mehriban Əliyeva bu faktı həzm eləyə bilməzdi. Çünki bu fakt onun elita arasında nüfuzuna xələl gətirirdi. Biri var əri bazlıq eləsin, biri də var ki, başqa qadınla ciddi münasibət qurub, uşaq düzəltsin. Mehriban sadəcə İlham Əliyevin arvadı deyildi. Onun özünün də tanınan nəslin nəcabəti vardı. Mehriban Əliyeva üçün ad-san, nüfuz çox önəmli məsələ idi. Etibarlı mənbələr bildirir ki, Mehriban Əliyeva bu uşağı ölkədən rədd etməyi, ilim itirməyi tapşırmışdı. Demişdi ki, nə edirsinizsə edin, amma bu uşağı aradan çıxardın. İlham Əliyev də bərk narahat idi. Uşağı hara düzqoş edəcəyini bilmirdi. Bir tərəfdən prezidentin qızı, o biri tərəfdən isə vəzifəli bir şəxsin nəvəsi olan Əminəyə yiyə duran yox idi. Qalmışdı ortada. Həmin vaxt araya Leyla Əliyeva gedir. Deyir ki, ana, mən bu qızı övladlığa götürəcəm. Ona öz balam kimi baxacam. Nə də olmasa, ortada qalan bu balaca qızcığaz Leylanın doğmaca bacısı idi. Öz qanından idi. Beləliklə, bu təklif hər kəsin ağlına batır və həqiqətən də Leyla Əliyeva bu qızı saxta yollarla övladlığa götürür. Amma burada qaranlıq bir məqam var. Leyla Əliyeva 2015-ci ildə Əminəni götürməzdən az əvvəl əri Emin Ağalarovdan boşandığını elan edir. Sadə insan düşünər ki, necə olur? 2 uşaqla boşanan bir qadın 2 daşın arasında təzə uşaq övladlığa götürür, ha? Bax, burada isə İlham Əliyevin növbəti əxlaqsızlığı üzə çıxır. El dilində bir məsəl var. Qeyrətsizin sonradan qeyrətə gəlməyi pis olur deyirlər. İlham Əliyev qıraqda özünə uşaq düzəltsə də razı olmur ki, ondan olan uşaq başqa kişinin soyadını daşısın. Rəsmi sənədlərdə ata adı Emin olsun. Qeyrət dağarcığı İlham Əliyev ilk olaraq Leylanı Emindən boşatdırır. Boşanan kimi də Leyla Əminəni övladlığa götürür və balaca Əminə Ağalarova yox, Əliyeva soyadını alır. Əminə Əliyeva XXX qızı. Uşağın atası bilinməyəndə sənədlərdə ata adı belə gedir. Misal üçün İlham Əliyevin bacısı uşaqları Azər Əliyev və Jıraf Əliyev də atalarının adını gizlədir. Seçici siyahısına baxanda bunu görmək olar. Bu həmin Azər idi ki, Alyonanı Bala Heydərə soxuşdurmuşdu. Yadınızdadır? Uşaq boşanma prosesindən sonra övladlığa götürülsə də, Emin Ağalarovla nə hüquqi, nə bioloji əlaqəsi olmasa da, Emin balaca Əminəni öz əkiz oğlanlarının yanında çıxdaş eləməmək üçün ona da qızım deyir, onu oğullarından ayırmır. Beləliklə, İlham Əliyev Eminlə həm şərikli övlad sahibi olur, həm şərikli biznes, şərikli Sibriz layihəsini tikirlər. Pozğun prezidentimiz şərikli şeyləri çox sevir deyə ağlıma yenə
gic-gic fikirlər gəlir. Allah uzaq eləsin. Dilim qurusun. Bir də gördünüz ki, İlham Alyonaya da Bala Heydərlə birlikdə şərik çıxdı. Fakt deməli, İlham Əliyev 2010-cu ildə Zakir Qaralovun, Fazil Məmmədovun əlindən məni məcbur etdi ki, mən balaca Heydərlə şərik olum. Yəni birbaşa kim ki İlham Əliyevin ailəsindən, ya oğlundan, ya qızından şərik deyilsə, Azərbaycan dövlətində, biznesində o adamın yeri yoxdur. Mümkün deyil kimsə öz başına 1 milyondan yuxarı pul qazansın Azərbaycanda. Sözümün canı odur ki, bütün çıxışlarında ailə dəyərlərindən, mentalitetdən, namus qeyrətdən danışan İlham Əliyev öz gözündə tiri görmür. Vallahi onun öz peysəlliklərini, uğraşlıqlarını yazası olsaq, gərək silsilə kitablar buraxaq. İlham Əliyev öz balasını uşaq evindən alınan yetim kimi öz qızına verir, bunun üçün də qızı ilə ərini boşayır. Onun hər şeyi saxta olduğu kimi övladının hekayəsi də saxtadır. Və İlham elə bilirdi ki, hər kəs bu hekayəyə inanacaq. Amma o bir şeyi hesablaya bilmədi ki, balaca Əminə böyüdükcə günü-gündən İlham Əliyevə və onun ailə üzvlərinə oxşayacaq. Əlbəttə, İlhamın qocalmaqdan, Leylanın isə narkotikdən ağzı gözü əyilib. Ona görə də arxayinidirlər ki, bu sirrin üstü açılmaz. Amma bizim əlimizdə bu ailənin gənclik fotoları var. Mən o fotoları tapıb bir-bir müqayisə eləmişəm. Əminə Əliyevaya diqqətlə baxsanız, görəsiniz ki, o Leyla Əliyevanın uşaqlığına oxşayır. Əminə nəinki Leylaya, İlham Əliyevin anası Zərifə Əliyevanın cavanlığına, bacısı Sevil Əliyevanın uşaqlıq halına da bəlkə oxşayır. Eyni gözlər, eyni üz quruluşu. Burada isə Leylanın uşaqlığı və Əminə Əliyeva. Hətta bir maraqlı nüansı da deyim. Əminənin ayaqlarının quruluşu, bud və baldırı da İlhamınki kimidir. Məncə əlavə şərhə ehtiyac yoxdur. Bu boyda təsadüf olmur. Amma hekayə burada yekunlaşmır. Leyla 2015-ci ildə Əminəni övladlıq götürüb rəsmiləşdirsə də, o demək deyildi ki, qoca cadugar Mehriban bu hadisəni bağışlayacaq. O qətiyyən istəməzdi ki, günüsü Cəmilə Əsgərova gələcəkdə bu ölkədə vəzifə, status sahibi olsun, çörəklərinə şərik çıxsın. İlham Əliyev o qədər ağlını itirmişdi ki, arvadından, 3 yekə uşağından utanmayıb Cəmilə ilə aylarla eşq yaşayırdı. Deməli, bu qadından ötürü başqa şeylər də edə bilərdi. Üstəlik, İlham Əliyev Cəmilə ilə qızğın eşq yaşadığı ildə, yəni 2013-cü ildə Putin də öz arvadından boşanmışdı. Hamı Putinin gənc və gözəl idmançı Alina Kabayeva ilə qeyri-rəsmi münasibətdə olduğunu, ondan uşaqları olduğunu da bilirdi. Mehriban imkan verə bilməzdi ki, eyni aqibət onun da başına gəlsin. İlham Əliyev onu qırağa atıb, gənc bir qadınla münasibətinə davam eləsin. Cəmaət da Mehribanın arxasınca gülsün. Odur ki, Mehriban Əliyeva bu məsələni nəzarətdə saxlamaq üçün İlham Əliyevə şərt qoyur ki, o vəzifəyə gələcək. Ölkənin idarə etməsində ikinci şəxs olacaq. 2013-2014-də Putin öz yoldaşından Vladimir Putin, Lyudmila Putina ilə ayrıldılar və böyük bir president yaratdılar. Ondan sonra artıq